UEFA Çempionlar Liqasında liqa mərhələsi indiki turnir cədvəli ilə başa çatarsa, Azərbaycan futbolunun flaqmanı Qarabağ üçün sözün əsl mənasında ölüm yolu başlayır. Bu, sadəcə çətin rəqiblər silsiləsi deyil, bu Avropa futbolunun ən ağır adları ilə ardıcıl və tarixi qarşılaşmalar deməkdir. Hazırda 10 xalla 17-18-ci pillələrdə qərarlaşan Qarabağ, play-off mərhələsinə yüksələcəyi təqdirdə ilk mərhələdən etibarən nəhənglərlə üz-üzə qalacaq. Play-off, ilk böyük sınaq. Cari sıralamaya əsasən Ağdam təmsilçisinin play-off mərhələsindəki mümkün rəqibləri bunlardır. Juventus, Çempionlar Liqasının çoxqat qalibi, Avropa futbolunun simvolu. Borussia Dortmund, sürətli oyunu və yüksək tempi ilə tanınan Almaniya nəhəngi. Bu cütdən birini keçmək Qarabağ üçün artıq sensasiya sayılacaq. Bu, həm klubun, həm də Azərbaycan futbolunun Avropadakı nüfuzunu bir neçə pillə yüksəldə bilər. 8-də 1 final daha ağır divar. Play-off mərhələsində uğur qazanacağı halda isə Qarabağı daha da çətin sınaq gözləyir. 8-də 1 finalda mümkün rəqiblər Arsenal, liqa mərhələsinin lideri, İngiltərə futbolunun ən iddialı klublarından biri, Bavariya, Çempionlar Liqasının əzəli favoriti, Avropanın futbol maşını. Bu mərhələ artıq təkcə oyun deyil, futbol tarixində iz qoymaq üçün şansdır. Qarabağ üçün bu yol çəkin olsa da, məhz belə duellər böyük komandaları böyük edən anlar hesab olunur. Nəticə, Qarabağ play-offda Juventus və ya Borussia Dortmundla qarşılaşa bilər. Qələbə olarsa, Arsenal və ya Bavariya ilə 8-də 1 final dueli mümkündür. Bu yol Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır. Sizcə, Qarabağ bu ölüm yolunda hansı mərhələni keçə bilər? Sensasiya reallaşa bilərmi? Fikirlərinizi bölüşün. Çempionlar Liqası ilə bağlı ən son xəbərləri qaçırmamaq üçün səhifəyə abunə olun.